Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük. Mən Əmniyyət Qanayeva və bugün biz yenə də təhsildən danışırıq. Qonağımız Tural bəydir, Tural Məmmədov və bugünkü mövzumuz niyə təhsildəki bəzi problemlər hələ də öz həllini tapmır və bunun üçün nə etməliyik? Tural bəy, xoş gəlmisiniz. Xoş gördük, Əminət xanım. Zəhmət olmasa bizi izləyənlər üçün özünüzü təqdim edin. İkinizə dəvətinizə təşəkkür edirəm, Əminət xanım. Minnətdaram sizə. Özüm haqqında qısaca qeyd edim ki, mənim təhsil sektorunda 10 ildən uzun müddətli təcrübəm var. Hazırda Azərbaycan Dövlət Neçə Sənaye Universitetində, eyni zamanda Odlar Yurdu Universitetində müəlliməm. Və həmçinin də təlim, tədris və inkişafla bağlı bir mərkəzində rəhbəriyəm. Nə tədris edirsiniz Tural bəy universitetlərdə? Nə öyrədirsiniz tələbələrə? Universitetlərdə bir neçə istiqamətlər üzrə qeyd edəcəkdim. Əsas fənlər statistik təhlil, ekometrika, data əsaslı qərar vermə, biznes analitika, data analitika, risk menecment. Əsasən bu fənlər. Biz sizinlə bir yerdə bu təhsil sisteminə baxacağıq. Mənə elə gəlir ki, bu background dediyimiz şeylər, bu risk və s. data, bunlar bizə çox önəmli olacaq. Biz müəyyən mövzuları müzakirə edərkən. Başlayarkən bir ümumi sual vermək istəyirəm sizə. Təhsil sistemimizi götürək, amma bunu məktəb sistemi olaraq nəzərə tutsaq. Hansı risklərimiz var? Nələr yerindədir, nələr qaydasında deyil sizcə? Maraqlı bir yanaşma var risk menecmentdə. Ona deyirlər risk diaqnostikası. Ümumiyyətlə, hər hansı bir şirkətin və ya təşkilatın risk xəritəsi qurulmamışdan öncə həmin təşkilatın və ya sektorun bir risk diaqnostikası aparılmalıdır. Və mən həmin aspektdən baxacağam, Azərbaycanın orta təhsil sisteminin risk diaqnostikasına. Azərbaycan orta təhsil sistemi bir maraqlı bir yanaşma var, metastaz xəstəsi ifadəsi. Azərbaycan orta təhsil sistemində çox ciddi problemlər var və fundamental problemlər var. Onu siz bu metastaz xəstəsinə oxşadırsınız məktəbi. Bəli. İzah edin bizə. Nədən qaynaqlanır bu orta təhsil sistemi? Biz ümumiyyətlə 91-ci ildə müstəqil yaşadıqdan sonra, yəni müstəqil dövlətə çevrildikdən sonra, ölkəyə çevrildikdən sonra bizdə elə bil ki 2008-ci ilə qədər biz ənənəvi Sovet təhsil sistemindən davam etdik. 2008-ci ildə bu başımıza bəla olmuş bu kurikulum sistemi başladıqdan sonra isə bilirsiniz də bu kurikulum sistemi bizdə bir neçə mərhələyə bölünüb və bunun bir Onun niyə başımıza bəla olduğunu biraz sonra soruşacağım təkrar sizdən. İzah edəcəm. Biz bunun bir hazırlama mərhələsi olub və sonra bunun pilot mərhələsi olub və artıq 2008-ci ildən bütün ölkə miqyasına tətbiq olunmağa başladı və ilk məzunlar deyək ki, ilk məcburi orta təhsil sistemi bitirmişlər. 2017-ci ildə artıq imtahan verdilər. İkinci 11-ci sinif qutaranlar isə artıq ilk məzunlar isə 11-ci sinif məzunlar isə 2019-cu ildə imtahan verdilər. Gəldik digər məqama ki, bu hansı bir demək bu problemlər bizdə nələri yaratdı? Kurikulum sistemini istənilən bir sistemi tətbiq etməyə başlayanda birinci bununla bağlı bir sorğular aparılır ki, bunlar müəllimlər bunu necə düşünürlər bunun haqqında. Və o vaxtki aparılmış sorğular göstərib ki, müəllimlər deyiblər ki, müəllimlərin sorğu nəticələri ki, bəs gəlin bunu tətbiq edək, biz bundan ki, biz bunu qatacaq bizim, yəni bir yeniliklər gətirəcək təhsil sisteminə. Və təəssüf ki, bu özünü doğrultmadı. Biz Azərbaycan... Müəllimlərin sayı bəllidir, nə qədər müəllimin qatıldığı həmin sorğuya? O data məndə yoxdur. Çünki o aparılıb çox uzun müddət öncə, mən sizə danışıram. Hansı ki, bu pilot layihə müddətində də 2007-2006 bu illərdən danışıram. Başlanğıcda müəllimlər deyiblər ki, hər razı. Bəli, bilirsiniz də, bu Dünya Bankının qrantı əsasında bu layihə tətbiq olmağa başlayıb Azərbaycanda pilot layihə. Mən nəyə görə ikinci fundamental problem. İkinci fundamental problem odur ki, Azərbaycanda Təhsil Nazirliyi ümumiyyətlə də bu Elm və Təhsil Nazirliyi, indi adı dəyişib Elm və Təhsil Nazirliyi çox bir büdcəyə malikdir. Təxminən 5 milyard manatlıq büdcəni idarə edir. Və mən sual edirəm. Bir valideyn olaraq sual edirəm. İndi qoyaq ki, hər şey bir tərəfə. Valideyn olaraq sual edirəm. Azərbaycan Təhsil Nazirliyi 5 milyard manatlıq büdcə ilə mənim övladlarıma niyə keyfiyyətli təhsil sistemini yaratmayıb? 5 milyard manatlıq büdcə
Mən sizə bir məqamı qeyd edim. Məsələn, Gürcüstan 5 milyard manatlıq büdcəni yeni bir ölkə yarada bilər. Və çox fantastik bir büdcədir. Mən özüm iqtisadçıyam, ona görə bunu əsaslandırıram. Gəldik digər məsələyə. Nəticə əsaslı büdcə deyirik də biz buna. Performans əsaslı qiymətləndirmə, nəticə əsaslı büdcə. Azərbaycanda nəticə əsaslı büdcə yoxdur. Yəni təhsilin maliyyələşməsindən danışıram indi. Azərbaycanda ən ciddi problemlərdən biri nəticə əsaslı büdcə yoxdur. Yəni tutaq ki, bu qədər məktəblər tikilir, düzdür? Bunlar bilinirmi hansı pullar ayrıldı? Bunun ölçülməsi yoxdur. Yəni tutaq ki, bu qədər milyardlar ayrılır məktəblərin tikintisinə, təhsil layihələrinə və bunların effektivliyini ölçən və bunların tutaq ki də bu hər hansı bir layihə ayrılıb, düzdür? Layihənin bir monitorinqi var, qiymətləndirilməsi var və sonunda bu ölçülməlidir. Tutaq ki, effektivliyi ölçülməlidir istənilən bir ayrılan pulun. Bu həqiqətən özünü doğrultdu mu? Mən sizə tamamilə razıyam. Çünki bizdə məktəb tikiləndə və ya resurs ayrılanda onun sadəcə sayı olaraq ictimaiyyətə verilir. Bu qədər kompüter, bu qədər məktəbdir. Amma nəticə olaraq filan layihə həyata keçirildi və bunun nəticəsində filan irəliləyiş oldu deyə. Amma belə bir şey də var ki, təhsildə verilən nəticələr biraz daha uzun müddətdə deyəsən nəticəsini çox gec görə bilirik. Bunun da biraz təsiri olmuş ola bilər. Yaxşı, 2008-ci ildə biz də başlamışıq nəticəyə. Nasıl deyək, Əminət xanım? 2026-cı ildə düzdür? Və mən o qənaətdəyəm ki, biz orta təhsil sistemi olaraq 20 ilə yaxın vaxt artıq. biz geriyə getmişik. Biz reqres etmişik, progres yox. Məsələn, mən özüm Sovet təhsil sistemindən demək olar ki, təhsil almışam orta təhsildə. 93-cü ildən 2004-ə qədər. Və mən özümü yəni çox ciddi mənada öz övladlarımdan üstün bilirəm. İstənilən mənada. Bütün koqnitiv bacarıqlar cəhətdən, bütün sosial bacarıqlar cəhətdən, bütün həyati bacarıqlar cəhətdən. Bu çox ciddi fundamental problemlərdir və biz orta təhsil sistemi olaraq, biz məktəb olaraq, biz müəllim olaraq, biz şagirdlərdə nifrət oyatmışıq fənlərə qarşı. Bu hissənə sizə razıyam. Amma bu hissəni aydınlaşdırmazdan əvvəl bayaq kurikulumu xatırlatdınız və hiss elədim ki, siz onun o qədər də effektiv bir sistem olmadığını düşünürsünüz. Deyə bilərsiniz nəyə görə sizcə effektiv deyil? Çünki biz o kurikulum sistemini Azərbaycan kurikulum sistemi etmişik. Azərbaycanlaşdırmışıq. Özünküləşdirmişik sanki. Belə olmasının yanlış tərəfi nədir? Yanlış tərəfi odur ki, İstənilən bir məsələnin tətbiq etməzdən öncə o çox ciddi araşdırılmalıdır. O xüsusən də təhsillə bağlı məsələlərdə. Bilirsiniz, təhsil bütün ölkəni əhatə edən bir çox elə bir ailə yoxdur ki, orada təhsillə bağlı və əlaqəli bir şəxs olmasın. Əlbəttə. Ya valideyn, nə bilim nə, ya övlad, ya müəllim olaraq, ya bütün də ümumiyyətlə təxminən bir 3 milyona yaxın bir insanı əhatə edən bir böyük bir şeydir. Və bu çox ciddi araşdırmalıdır ki, həqiqətən bizə kurikulum sistemi lazımdırmı? Bu birinci məsələ. Bu məsələ sual qoymalıdır. Və biz kurikulum sisteminə keçəndə indiyə qədər buna keçmiş ölkələri baxmalıyıq ki, keçib nələri əldə ediblər və nələri itiriblər. Bu pros cons məsələsidir də. Yəni hər şeyin bir müsbət tərəfləri var və mənfi tərəfləri var. Və müsbət mənfi tərəflər müqayisə olunur da və hansı müsbətlər üstün gələndə müsbət seçməliyik, mənfilər üstün gələndə təbii ki, imtina etməliyik. Və yaxud da mən istənilən bir məsələdə bu iqtisadi dindən baxsaq, opportunity cost məsələsi var. Alternativ xərc deyək indi, bunun alternativ seçim və yaxud da. Biz kurikulum sisteminə keçdik. Nədən imtina etdik? Sizcə əvvəlki sistem çox pis idimi? Mən bunu belə deyərdim, sual mənədirsə. Məncə sual mənə deyil, ümumi verirsiniz bu sualı, amma mən öz adıma cavab verirəmsə, elə bir şeylər var ki, indiki sistemdə daha yaxşıdır, məncə. Elə bir şeylər var ki, əvvəlki sistemdə daha yaxşı idi. Amma mənə nə gəlir ki, burada problem ondan ibarətdir ki, biz sistemi tam olaraq başa düşmədən tətbiq eləməyə başladığımıza görə yaranır problem bir sıra hallarda. Məsəl üçün, bizə nəsə verirlər, get istifadə elə deyə. Mən tam olaraq başa düşmürəm. Mən bu istifadə eləyəcəyim şeyin tam olaraq nəyə görə istifadə eləməliyəm? Kurikulumun özünü götürək. Müəllimlərin bir qismi getdikcə daha çox müəllim. Bunu baxıram ki, bəyənməyə başlayıb. Xüsusən də gənc müəllimlər. Amma əvvəlki müəllimlər birdən-birə dəyişmək məcburiyyətinə qaldıqlarına görə bu müəllim gözü ilə baxıram. Hələ dərsliklər, sinifdə nələr baş verir, bu hissədə məlumatım yoxdur.
elə bir şeylər var ki, doğru şəkildə tətbiq olunduqda mənə elə gəlir ki, şagirdlərə biraz daha düşüncə azadlığının verilməsi, fikir bildirmə azadlığının verilməsi bu tərəfdən yaxşıdır. Amma digər tərəfdən götürəndə çoxlu şikayətlər dərsliklərlə bağlı eşidirik. Bilmirəm bu dərsliklər tam olaraq kurikuluma əsaslı gedir, yoxsa getmir. Bunu biraz daha müzakirə mövzusudur. Belə cavab verərdim ki, mənə elə gəlir ki, doğru şəkildə tətbiq olunursa, yeni sistemin müsbət tərəfləri çoxdur. Siz belə qatılmırsınız deyəsən mənə. Yox, istənilən bir məsələnin, istənilən bir sistem olaraq baxanda təbii ki, müsbət mənfi tərəfləri olacaq. Mən bir daha qeyd edirəm ki, mən istənilən bir məsələdə müsbət tərəf əgər üstün gəlirsə, müsbət cəhətlər sadalayanda onun seçmə tərəfdarıyam. Ancaq istənilən bir sistemi seçəndə o sistem bütün benefisiarların mərğılarını nəzərə almalıdır. Bunlar stakeholderlar. Yəni bura daxildir cəmiyyət, bura daxildir bütün təhsil alanlar, təhsil verənlər, valideynlər və s. Bütün sistem ora daxildir də. Yəni benefisiarlar da onu nəzərdə tuturam. Bütün maraqlı tərəflər. Və biz o cəhətdən baxsaq, inanmıram ki, o detallı şəkildə araşdırılıb. Zaten indiki şəkildə tətbiq olunan layihələrdə gəlib belə baxılırsa, bu barmaq şəkildə baxılırsa, inanmıram ki, 2006-cı ildə, 2007-ci ildəki layihələrdə belə çox ciddi şəkildə bunun bu araşdırması aparılıb. Tural bəy, biz sizlə dərsliklər barəsində danışmışdıq. Bu yeni sistemdə olan dərsliklər. Mənə gəlir ki, bizim bayaq danışdığımız müzakirə eləyərkən kurikulum yeni sistemdən danışarkən ikimiz də razılaşırıq ki, biz burada təhsil sistemindəki dərsliklərlə bağlı çoxlu şikayətlər eşidirik. Bəli. İstəyirəm ki, buna münasibət hal-hazırda siz 2 övladınız var. Onların dərsliklərini gətirmisiniz. Kamera üçün göstərmək istəyirəm. Bu 3-cü sinif üçün olan riyaziyyat dərsliyidir. Və bu 5-ci sinif və yenə 5-ci sinif üçün olan riyaziyyat dərslikləridir. Biz bunu çox valideynlərdən eşidirik əslində ki, ağırdır dərslər. Bəli. Doğrudan ağır olub olmadığını istəyirəm ki, siz nə dərəcədə və niyə biz buna ağır deyirik, izah eləyəsiniz. Məmnuniyyətlə. Orada deyəsən bəzi Mən elə ilkin mərhələdən başlayacağam. Giriş mövzulardır. Baxsaq burada ilkin mərhələlərdə 3-cü sinif riyaziyyat dərsliyidir. 3-cü sinif şagirdi. Etiraf edirsiniz ki, bu sentyabr ayından söhbət gedir də. Yəni bu uşağın şagirdin 8 yaşı var. Və 8 yaşlı şagirdə keçirilən mövzuları mən sizə göstərirəm. Həsab fiqurlardır bunlar deyəsən. Həsab fiqurlardır. Bəli, çox bucaqlılar, kuboidlər, kəskin və paralel düz xəttlər. Sonra indi müstəvi fiqurlar. Sonra trapesiya, parallelogram, rom, kvadrat, simmetriya. Sonra baxın bunlara. Beşbucaqlı piramida. Beşbucaqlı piramidanın neçə təpəsi və üzü var? Bir suallardan birini oxuyuram. Mən sizə bir nümunəni deyərəm ki, bunu biz gəlsək 9-cu sinif şagirdinə, hansı ki bu gün imtahan verirlər. Azərbaycanda bu gün ümumi təhsil üzrə imtahanlardan biridir. O şagirddən soruşa bilməyəcək. Bu istənilən bir şagirdin bir kognitiv bacarıqları var da, yaşlarına uyğun olaraq bilirsiniz. Uşaqların inkişafını yaşlarına uyğun qurmaq lazımdır, yaş sinirlərinə uyğun. Mən davam edirəm, mən 5-ci sinifə davam edirəm növbəti məsələyə. İndi məsələ keçək, indi riyaziyyat üzrə. Bu vəsaitlərdir. Nəyə görə gətirmişəm? İndi bunlar da şeylər üzrə hazırlanıb. Təbii ki, dərsliklər əsasında. 5-ci sinif riyaziyyat dərsliyi əsasında. Burada müxtəlif nümunələri sizə göstərəcəm. Məsələn, mövzulardan biri burada statistik təhlillə bağlıdır. Statistik təhlillə bağlıdır. 88-ci CST-yə gedim, 88-ə. Baxın. Buradakı sualları 88-ci suallar. 88-ci bölümdür. Bunlar hamısı. Buradakı sualları mən ali məktəb tələbələrinə öyrədə bilmirəm. Və bunu 5-ci sinif şagirdindən bir soruşuruq. Əminət xanım, mən sizdən soruşuram. Siz təhsil mütəxəssisi, orta təhsil üzrə peşəkar şəxssiz. Nə cavab verə bilərsiniz buna?
Mən deyərəm ki, Bunu onlar çox kurikulum əsasında hazırlayıblar. Salamsız. Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Bəli. kitabdır. Və mən indi başqa bir şey deyəcəm. Kontrargument deyəcəm sizə. Aha. Daşımazlığı deyirəm. Yəni bəli. Bilmirəm biz o təsdiq hissəyə qayıdacağıq, qayıtmayacağıq. Qayıtmayacaqsa indidən deyə bilərəm. İndidən deyə bilərəm. Deyin. Bizim nazirimiz, təhsil nazirimiz, düzdür? Çıxır brifinqə, düzdür? Brifinqə çıxır və nə deyir? Nə deyir? Deyir ki, əziz valideynlər, hörmətli şəxslər, təhsil ictimaiyyəti, dərsliklər yaxşı yazılmayıb. Mən indi sual edirəm. Bunlar kimin işidir? Bu işləri kimin vəzifə funksiyasıdır? Bu işləri o dərslikləri kim yazır? O iş dərslikləri öz dostlarına, tanışlarına, qrup yoldaşlarına, sinif yoldaşlarına yazdıran kimdir? Təhsil Nazirliyi yoxsa Dövlət İmtahan Mərkəzidir. Və Təhsil Nazirliyi öz yaratmazlığını, öz görmədiyi işləri yükləyir demə Dövlət İmtahan Mərkəzinə. Və bu ciddi bir cəmiyyətdə bir ajitaj yaradıb. Hər hansı bir sualda tapırlar bir dənə sualı, istənilən bir sualı. Məsələn, mən özüm test hazırlayan şəxsəm. Uzun müddətli bu sahədəyəm, məsələn. Təxminən 2013-cü ildə. İstənilən bir sualı götürürlər və testologiyada belə bir şey var. Sual taşı tərcümə də ola bilər. Türklə tərcümə ola bilər, İtalyan dillə tərcümə ola bilər. Və deyirlər ki, sual taşından mən YÖS sualında var. YÖS dərsində olub, olsun. Riyaziyyatla bağlıdır da taşı. Ola bilər də. Və indi gələk Təhsil Nazirliyi məsələsinə. Təhsil Nazirliyi deyir ki, suallar çaşdırıcıdır. Təhsil Nazirimiz deyir bizim. Suallar çaşdırıcı və proqrama uyğun deyil. Və dərsliklərə uyğun deyil. Proqramı kim yazıb? Kurikulumu ölkəyə kim gətirib? Kurikulumu əsasən dərslikləri kim hazırlayıb? Aydındır. Aydın məqamlardır da bunlar. Demək ki, bütün bunların məsuliyyəti Elm və Təhsil Nazirliyi 5 milyard manat büdcə ilə öz məsuliyyətini yükləyir DİM-ə. DİM publik hüquqi şəxsdir və DİM-in məsuliyyəti deyil. DİM ölkədə bunu anlamaq lazımdır. Bunu insanlara, vətəndaşlara, valideynlərə anlatmaq lazımdır ki, DİM sizin övladınıza təhsil verən qurum deyil. DİM sizin şagirdlərinizin vaxtını oğurlayan qurum deyil. Məsələn, mən valideyn olaraq qəbul edirəm ki, Elm və Təhsil Nazirliyi 11 il ərzində mənim övladlarımın vaxtını oğurlayır. Orta məktəblər bu dəqiqə deyirsiniz ki, nəyə görə effektiv deyil? Vaxt oğurlamaq məşğuldur. Orta məktəblərin funksiyası bilirsiniz nədir? Ta ki 5-ci sinif şagirdidir. Mənim oğlum gedir saat 2-də dərsə, saat 8-də evdə olur. Neçə saat şeydir? Yox, üzr istəyirəm. 1-də gedir, 1-də. 1-də evdən çıxır, 8-də evə qayıdır. Neçə saat vaxt oğurlandı? 7 saat vaxt oğurlandı. Günorta oxuyur bu. Günorta oxuyacaq. Yəni sabahda oxumalıdır. Gəlir evə, riyaziyyatdan 4 dənə vəsaitdən tapşırıq veriblər. Ev tapşırıqları çox da deyirsəm də. Hədsiz surətdə çoxdur. Və bu bilirsiniz nə uşağın nə qədər buna deyirlər ta ki burn-outda yanmasına səbəb olur, zehni yanma. Bayaq da qeyd eləmişdiniz ki, dərslərdə uşaqlara nifrət hissi yaratmaq. Bu dərsliklərdir bunun səbəbi sizcə? Dərsliklərin ağırlaşmasıdır və elə bilirlər ki, Daşkıda müəllimlərin çoxu. Sən Azərbaycan dili, riyaziyyat, təbiət, müxtəlif fənlər üzrə, bir neçə fənlər üzrə, ingilis dili. Bunlar ki, çox tapşırıq versələr, ki, şagird daha çox öyrənəcək. Bizdə belə bir mentalitet var. Məsələn, mən sizə bir mövzu deyim. Kəsrlər mövzusundan bağlıdır, düzdür? 50 sual verməklə, 100 sual arasında verməklə, tapşırıq verməklə arasında fərq nədir? Elə bilir ki, nə qədər çox eləyirik, o qədər çox bilirik. Dirsiklər də deyəsən o prinsip əsasında və bizim nazirimiz deyir ki, biz yaddaş məktəbindəyik. Yaddaş məktəbini siz yaratmısınız da. Və deyirlər ki, testlər yaddaş tiplidir. Testlər yaddaş tipli deyil. Mən sizə deyim, 2017-ci ildə başlamış, 2019-cu ildə başlamış. Testlər indi yəqin ki, sözünüzlə tanışsınız. Buraxılış imtahanının modeli, eyni zamanda blok imtahanı modelində yetərli sayda açıq suallar var, yetərli sayda isbat sualları var, yetərli sayda məntiqi təhlili ölçən, mətn tənqidi təhlilini ölçən, səbəb-nəticə əlaqəsini ölçən, tənqidi düşüncəni ölçən,
nəticə çıxarmaq, mühakimə yürütmək qabiliyyətini ölçən, nəticə çıxarmaq qabiliyyətini ölçən fikirlər var, sual testlər var, suallar var və kifayət qədər ciddi suallar var. Siz həm də məktəbdə müəllim olaraq fəaliyyət göstərirsiniz. Məktəbdə Bəli. fənlər tədris eləyirsiniz. Sizə sual vermək istəyirəm. Həmin bu sistemlə yetişmiş şagirdlər universitetlərə daxil olur və siz onları görürsüz. İllər keçdikcə onlarda bir dəyişiklik var, yəni daha çox bilgili mi olurlar, daha azmı? Bu necə göstərir? Mən sizə tam əksini deyim ki, bu sistemlə daxil olmuş şagirdlər çox ciddi problemlər var. Bilik bacarıqları get-gedə aşağı düşür və reqressiya var. Bilik bacarıqları cəhətdən reqressiya var. Mən 2010-cu ildə başlamışam işdə universitetlərdə dərs deməyə və nə deyə bilərəm? Ən ciddi problem başlayıb pandemiyadan sonra. Bu 2019-20-dən sonra, ümumiyyətlə pandemiya genişləndikdən sonra, xüsusən son 5-6 il deyərəm ki, artıq vəziyyət çox kritik hal alıb. Şagirdlərin bilik bacarıqları çox hədsiz sürətlə aşağıdır. Xüsusən də başqa bir problem deyəcəm necə yaranıb. Uşaqlarda ümumiyyətlə ilkin bilik bacarıqları yoxdur. Bilirsiniz necədir? Tutaq ki, mən sizə bir nümunələrdən birini deyim. 5-ci sinifdə belə şey var, 54-də var. Uşağı çıxardıran lövhəyə ki, tutaq ki, statistika fənnindən, gəlin 54-də çox sadə ən sadə bir şeylərdən biridir. 5 bizim rəqəmimiz var, toplayır böləcək sayını. Onu hesablaya bilmir. Və daha bir acınacaqlı məqamlardan biri ondan ibarətdir ki, bizdə artıq gender məsələsində əks bir məsələ yaranıb. Tutaq ki, artıq qızlar daha yaxşı oxuyur və çox yaxşı oxuyur. Mən bunu şey məsələsinə baxmıram, pis mənada baxmıram. Ancaq ki, oğlanlar niyə belə nifrət edir artıq? Oğlanların bilik bacarıqları və təhsilə maraqları hədsiz sürətlə aşağı düşüb və məni çox ciddi narahat edir. Mən qatılıram. Bir çox təlimlərdə, özünün inkişaf yerlərində biz qızların, Yox, xanımların hədsiz sürətdə. Məsələn, mən sizə deyim, məsələn, əvvəl elə idi ki, fərz edək ki, mən iqtisadiyyat əsaslı fakültələrini deyirəm də. İqtisadiyyat fakültələrində həmişə ən yaxşı oxuyan tələbələr bizdə həmişə oğlanlar olub da. Yəni ən yuxarı balından və daimi də intizamlı və artıq tam əksini görürəm. Xüsusən son 5 ildə. Artıq xanımlar daha çox, qızlar. Və bu dəyişiklik, faiz dəyişikliyi çox ciddi sürətdə. Təbii ki, məsələn, mən sizə deyim vəziyyət indi hardasa bir 65-35-dir. Aydındır. Mən sizin bu fikrinizdən tamamilə razıyam ki, bir çox universitet müəllimlərindən də danışdığım zaman, söhbət zamanı onlar da deyirlər ki, şagirdlər, tələbələr də daha doğrusu, əvvəlki illərlə nisbətən daha aşağı düşməyə başlayır oxuma. Oxuma, öyrənmə və bilgi səviyyəsi. Götürsək ki, bu qədər məlumat verilir bu kitablarda, əslində universitetə gələnə kimi onlar daha çox şey bilmiş olmalıdırlar. Bu qədər bilgi verilməsi fonunda. Qayıtmaq istəyirəm məktəbə yenə. Sizcə, həm iqtisad tərəfdən, həm bir müəllim olaraq, həm valideyn olaraq ideal təhsil sistemi necə olmalıdır? Hardan başlamalıyıq biz bunu düzəltməyə? İdeal təhsil sistemi başlamalıdır. İdeal deməyə, yəni ən ideal onsuz da heç bir şəkildə mümkün qədər bir mənfi tərəfləri olacaq hər bir sistemin də. Yəni bizim cəmiyyətə uyğun, bizim ölkəyə uyğun belə deyək ki, ən yaxşı sistem necə olardı sizcə? Ənənəviyə mi qayıdaq? Orta təhsildən danışırıq sadəcə. Bəli. Mən ümumiyyətlə o qənaətdəyim ki, bizdə ibtidai təhsil sistemi qənaətbəxş hesab etmək olar. Qənaətbəxşdir. Bəli, ibtidai təhsil sistemi, bəli. Ancaq gəldik indi ən böyük boşluq bizdə yaranır ibtidai təhsili bitirdikdə. İbtidai təhsildən keçirik biz artıq 5, 6, 7 və ən ciddi problemlər əslində burdadır. Və burada problemləri də görürəm. Mən o məqamı qeyd etdim. Əvvəla bu insanların yaşı artır. Yəni şagirdlərin yaş etibarıyla bunların yaşları artır. Və biz bunlara, mən yəni bu şəxsi qənaətimdə, bu subyektiv yanaşma ola bilər. Biz bunlara yaşlarından daha çox biz yükləyirik bunları. Bilirsiniz elə. Valideyn də evdə yükləyir. Ta ki, sanki bunlara artıq bir uşaq kimi baxmırıq. Yəni bir böyük olaraq yanaşdırırıq ki, yəni bu uşaq artıq daha çox işləri görməlidir. Ta ki, ev təsərrüfatında buna kömək etməlidir və s. Və mənim yenə şəxsi düşüncəmə görə bizdə bu uşaqların pedaqoji, psixoloji bacarıqlarını anlayacaq, aşkara çıxaracaq tədqiqatlar aparılmır. Yəni bu şagirdlər üzərində tədqiqatlar aparılmalıdır, bunlar araşdırılmalıdır. Məsələn, bu şagirdlər hər bir şagird ümumiyyətlə individual varlıqdır, düzdür? Və hər bir istənilən bir şagirdə biz A şəxsi var, B şəxsi var. Biz eyni cür yanaşa bilmərik.
Onun fizioloji bacarıqları fərqlidir, onun zehni bacarıqları fərqlidir, koqnitiv bacarıqları fərqlidir. Düzdür? Yəni ki, bilirsiniz də, sosial bacarıqları fərqlidir və bizdə o yanaşma yoxdur. Və bizdə orta məktəblər, bu Prusiya məktəbi, Prusiya hərbi məktəbindən yaranmış məktəblərdir. Prusiya hərbi məktəbi necədir? Tutaq ki, məktəb bizdə təbii mühit deyil, məktəb bizdə süni mühitdir. Süni mühit odur ki, yəni hamı düz oturmalıdır. Bilirsinizsə. Və məktəbdə bizdə təbii mühit yaranmır. Məktəb bizdə sosial mühit rolunu oynamır, bilirsinizsə. O çox ciddi məsələdir və sanki biz necə şagird sanki hansı bir işə gəlib gəlir. Bu biz o funksiyonu oynayır. Məsələn, mən özəl orta məktəblərlə mən bunun fərqini deyim. Özəl orta məktəblərdə məsələn mən işləmişəm bir neçə orta məktəbdə. Azərbaycandan danışıram. Və gəlin indi orada məsələ ilə müqayisə edək. Siz deyirsiniz ki, ideal orta təhsil sistemi Azərbaycanda necə olmalıdır? İdeal orta təhsil sistemi yaratmaq üçün biz öncə baxmalıyıq ki, o ideal orta təhsil infrastrukturu biz yarada bilmişikmi? Yəni orta təhsildə kimlər dərs deyəcək? Müəllimlər dərs deməlidir, düzdür? Və biz sertifikasiya nəticələri bizə nə göstərdi? Əminət xanım. Siz qənaətbəxş nəticələrimi göstərdi? Yaxşı olmayan xeyli nəticə gördük, hə. Mən sizə deyirəm ki, fəlakətli nəticələri göstərdi. Və bu da yəni kimin məhsuludur? Elm və Təhsil Nazirliyinin nədir? Məhsuludur. Və Elm və Təhsil Nazirliyi özü qırmızı diplom verdiyi şəxslər, fərqləmə diplom verdiyi şəxslər, 31 bal yığamayan şəxslər var, mən tanıdığım şəxslər var yəni. Bu faciədir. Və Elm və Təhsil Nazirliyi iddia edir ki, mən indi digər məqama gələcəm. Demək, Dövlət İmtahan Mərkəzinin funksiyalarını bizə verin. Sizə bu maraq toqquşması yaratmayacaq? Maraq toqquşması da yaradar. Mənə biraz xaotik gəlir ki, onlar Elm və Təhsil Nazirliyinin keçirdiyi bir neçə şey var, imtahan var. Mən sizə sadalayım. Müəllimlərin işə qəbulu. Və mən onlarla bağlı ölkədə yaranmış çox ciddi bir fəsadlı problemləri sadalayacağam. Sertifikasiya, liseylərə qəbul, liseylərə ümumi şəkildə qəbul. Olimpiadalar, Lütfüzadə var, onun içərisində Respublika fənn olimpiadaları var, yəni final mərhələləri və s. Və bunlarla bağlı siz problemlər eşidirsiniz hər il. eşidirəm. Yəni ki, dimin imtahanlarından daha çox. Dimdən daha çox eşidirəm, bəli. Və mən sizə baş vermiş çox ciddi fəlakətli problemləri sadalayım. Və bunlara görə, mənə görə, normal ölkədə Elm və Təhsil Naziri istifa verməli idi. Mən sizə sadaladığım 2 faktdır. 2022-ci ildə Azərbaycanda müəllimlərin işə qəbulunda riyaziyyat fənni üzrə işə qəbulunda test bankı satılıb. Və bunu Təhsil Naziri özü etiraf edib. Və həmin gecə imtahan sualı, hətta bu rəsmi saytlara yazmışdı. Saytda Google-da araşdıran çıxacaq 2022-ci ilin yayında. Və bir gecədə suallar dəyişdirilib. Bu bir fakt. Müəllimlərin işə qəbulu imtahanlarında sabah riyaziyyat fənni üzrə, Azərbaycan üzrə və gecə ilə imtahan sualı satılıb. İkinci fakt, 2025-ci ildə Azərbaycanda liseylərə qəbuldur və Azərbaycanda 300 nəfər şagird nəticəsi ləğv olunur. Və mən sual edirəm. Sual satılıbsa, sual hardan satıla bilər? Suala hazırlayan şəxslər tərəfindən satıla bilər. Suala hazırlayan qurum tərəfindən satıla bilər. Razısınız da yəqin ki, mən dediyim faktlarla. Düzdür? Mən sizin dediyiniz faktların hamısından razıyam. Bu faktlığını itirmir. Amma elə bilirəm ki, bir yerdə ki, bir insan faktoru varsa, bu problemlər yaşanır bir və ya başqa bir formada. Bu riyaziyyat suallarının falan satılması ilə bağlı mən tanıdığım insanlar var idi. Mən onlar tərəfindən də eşitdim ki, çox ciddi bir şəkildə üzərinə düşüldü və o problemi, o satan insan müəyyən məsuliyyətlərə cəlb olundu, işdən kənarlaşdırıldı. Bilirsiniz nəyə demək istəyirəm? Sistem olaraq bir sıra problemləri görə bilirəm. Bir sıra problemlər var. Mən də bir vətəndaş olaraq, bir təhsildə olan bir insan olaraq görə bilərəm. Amma bəzən bir fərddən yaranan problemlərin hamısını da elə bilmirəm ki, Təhsil Nazirliyinin üzərinə. Siz nə düşünürsünüz qoymaq kimi? Bilirsiniz necədir? Təhsil Nazirliyi bir sistemdir, düzdür? Və Təhsil Nazirliyinin bir neçə alt qurumları var. Məsələn, orta təhsillə bağlı onun qurumları hansılardır?
MÜT də var. Məktəbə qədər ümumi təhsil dövlət agentliyi. Onun sonra Təhsil Nazirliyinin bir neçə orta təhsil işlərini görən bir qurum var, Təhsil İnstitutu var. Yəni ki, razısınız. Əlbəttə. Bir neçə qurumlar onun digər qurumları əsasən başqa funksiyalar yetirir. Məndə əsas MÜT Təhsil İnstitutu. Və regional təhsil idarələri var. Regional təhsil idarələri var. Və təxminən səhvimsə onların sayı 12-dir Azərbaycan üzrə. Və regional təhsil idarələrindən sonra da bir də təhsil şöbələri var. Regional təhsil idarələrinə baxaq. Məsələn, baxaq indi onların nümunəsində. Regional təhsil idarələrinin müdirlərinin Azərbaycanda 12 nəfərdən səhv etmirəmsə, 9-u və 8-i həyatı boyu təhsildə işləmiş şəxslərdir. Və ümumiyyətlə təhsil sektorunun anlayışları yoxdur. Mən şəxsən tanıyıram bir-bir. Tutaq biri polkovnikdir. Biri hansısa tutaq ki, mən şərab zavodunun müdiri olub. Və mən sual edirəm. Təhsildə həyatını fəda etmiş şəxslər. Təhsilə A-dan gəlmişlər, tutaq ki, müəllimlikdə, orta məktəb müəllimindən gəlmiş. Gəlmiş şəxslər nəyə görə təhsildə yoxdur? Və mənim yenə də bir daha deyirəm. Ali məktəbdə də elədir, orta məktəbdə də elədir və nazirlikdə də elədir. Orta məktəbdə girib auditora dərs deməmiş və yaxud ali məktəbdə tədris etməmiş şəxs ümumiyyətlə təhsil sisteminin problemlərini anlaya bilməz. Təhsili anlaya bilməz. Bilirsiniz, təhsilin bir fəlsəfəsi var və təhsilin acıları bütün bizim cəmiyyətin acıları deməkdir. Bilirsiniz necə? Yəni təhsilin fəsadlarını biz bütün cəmiyyətdə anlayırıq. Biz əgər 5 milyard manata bizim balalarımız üçün, şahidlərimiz üçün, övladlarımız üçün, gələcək nəslimiz üçün biz maarifləndirmə sistemi qura bilməmişiksə, biz demək ki, hamımız günahkarıq, cəmiyyət olaraq günahkarıq. Və ən çox da günahkar kimdir burada? Təhsil Nazirliyi məsul şəxsləridir də, bu əminat. Mən onu deyirəm, başqa şey demirəm. Mən sizə tamamilə bu hissədə qatıla bilirəm. Hansı hissədə qatıla bilirəm? Biz özümüzü daha çox sistem olaraq, məsəl üçün, kitaba vermişik. Sistem, məsəl üçün, yeni nəsə gətirməyə vermişik. Fundament olaraq çoxlu çürüklərimiz var. Biz onu təmizləməyə fokuslanmalıyıq. Mənə elə gəlir ki, biz eyni fikirdəyik buradakı insan faktoru. Yəni bir dəyər məsələsi var və düzgün insanların düzgün yerdə olması məsələsi var. Dediyiniz kimi təhsilin içində olan insanların təhsillə bağlı qərarlarda daha yaxından iştirak eləməsi məsələsi kimi mən sizə bu məsələdə qatılaram. Və qatılaram ki, təhsilə indiyə kimi deməyim, ümumiyyətlə müəyyən bir elmlər var, biz bilirik. Ola bilər IT ola bilər, bilmirəm, riyaziyyat ola bilər və s. O elmlərə daha ciddi elmlərmiş kimi yanaşıb, sırf mütəxəssislər orada ola bilər. Amma təhsili biz çox ümumi götürdüyümüzə görə, halbuki ən ciddi yanaşmalı olduğumuz hissə oradır, mən elə gəlir ki. Mən sizin nümunələr deyim də, bir neçə nümunələr deyim, dərsliklərlə bağlı, dərsliklərin yazılmasından bağlı. Azərbaycanda dərsliklər 2013-cü ildən bəri, hansı ki bu deyirlər ki, bu yeni komanda, yeni komanda, yəni Mikayıl Cabbarov, bu Ceyhun Bayramov, indi də bu bizim yeni nazirimiz Emin Əmrullayev. Bu komanda deyək də, bu yeni komanda bunlara deyirlər. Yeni komanda bərindən demək olar ki, eyni adamlar bu dərslikləri yazır. Və maraqlıdır. Azərbaycanda ta ki fizika dərsi ilə bağlı, və yaxud təbiət dərsi ilə bağlı, və yaxud da kimya dərsi ilə bağlı başqa insanlar yoxdur. Başqa kimyaçılar yoxdur. Ancaq eyni komanda mı yazmalıdır bu 13 il ərzində bu dərsi? Bu siz monopoliya almaq deməkdir. Və bayaq deyirik ki, insanlar niyə görə inciyiblər, bu kölgədə qalıblar deyirsiniz, peşkarlar. Təbii ki, kölgədə qalacaqlar da. Azərbaycanda bilirsiniz nə qədər güclü riyaziyyatçı alimlər var, müəllimlər var. Xüsusən regionlarda. Bilirsiniz nə qədər fizika müəllimlər var. Çox güclü müəllimlər var və başdakı müəllimlərdə belə savadlı müəllimlər var. Mən bunları tanıyıram individual olaraq. Və biz bunları küstürmüşük təhsil sistemindən. Və biz bunları axtarmırıq, aramırıq və bunların təkliflərini də dinləmirik. Məsələn, Təhsil Nazirliyi qoyub sistemə. Mən en sayda təklif göndərmişəm və əminəm ki, heç bir də qəbul olunmayacaq. Dərsliklərlə bağlı. Dərsliklərə ictimai müzakirəsi qoyulur, saytda qoyulur ki, təklif tövsiyələrinizi yazın. Mən də yazmışam, riyaziyyatla bağlı, təbiətlə bağlı bir neçə dərsliklər. Əminəm ki, hər il yazıram və heç bir nəzərə alınmır. Onda nə fərqi nədir? Nəticə nə oldu? Dəyişən nə oldu? Və bayaq deyirik ki, siz deyirsiniz ki, sistematik problemlər. Mən onu deyirəm ki, orta təhsillə bağlı, menecment sistemindən tutmuş, yəni direktorlardan tutmuş,
müəllimlərdən tutmuş, sistemin problemlərindən tutmuş, Təhsil Nazirliyi, MÜTDA və bütün təhsil institutu, bütün sistemin problemləri o qədər ciddidir ki və o qədər sonsuz saydadır ki, hədsiz surətdə. İllər boyu bu yığılıb qalmış problemlərdir. Və hər şey bir də inzibati amilli sistemi əsasında qurulub. Yəni tutaq ki, elə bil ki, müəllim artıq o səviyyədə gətirib çıxarılıb ki, biz tərəfindən, bu regional təhsil idarələri tərəfindən, təhsil naziri tərəfindən müəllimin heç bir nüfuzu yoxdur. Xəbəriniz var bu cəmiyyətdə. Məsələn, mən öz dövrümdən götürürəm. Biz müəllimimizi götürəndə deyirik ki, müəllim görür bir ayağa qalxaq eləyir. Əminə tam indi bilirsiniz hansı halda? Məsələn, mən də ali məktəbdən danışım. Mən indi tutaq ki, xanıma deyirəm ki, qız tələbəyə. Deyirəm ki, dəftəri qələmi də gəl öfəyə çıx gəl. Deyir ki, mən yazmıram. Mən nəyi yazmalıyam? İndi siz mənə bir dənə xahiş edirəm, bir şey deyin. Mən nə etməliyəm? İndi ki, bu birinci kurs tələbəsi 17 yaşında. Mən hansı qərar verim bu situasiya ilə bağlı? Bu məktəbin, indiki məktəbində, yəni Azərbaycan məktəbinin yetirməsidir. Və 250 baldan daxil olub gəlib. Tural bəy, bəs sizcə, məsəl üçün sertifikasiya olur, imtahanlar olur və ya da direktorların imtahanla təyin olunması olur. Bu proseslər sizcə kömək eləyir azdan çoxdan düzgün insanların düzgün yerdə olmasına? Bəli, müsbət təsirlər var. Müsbət təsirlər təbii ki, olacaq. Və xüsusən mən sertifikasiyanla bir başlamaq istəyirəm. Sertifikasiya nəyi ortaya çıxartdı? Biz ümumiyyətlə istənilən bir imtahan həm də bizim təhsil sistemimizin bir güzgüsüdür, belə deyək də, bir güzgü hissəni çıxartdı. Bu maraqlı bir ifadə var, güzgü statistikası. O ortaya çıxartdı ki, bizim orta məktəblərimizin müəllimləri sinifdə qaldı. Mən belə deyərdim. Bəli, sinifdə qaldı və kəsildi. Mən ilkin olaraq həmin sualların, demək ki, bütün fənlər üzrə tanış olmuşam. Suallar böyük əksəriyyəti bəsit idi. Xüsusən riyaziyyat fəni üzrə qeyd edirəm. Çox böyük əksəriyyəti bəsit suallardır. Və çox təəssüf edirəm ki, bizim müəllimlərimiz o sualların böyük əksəriyyəti, yəni də yetərli bal toplaya bilmədilər. Toplasalar belə şey deyildim, 50 bal keçməyiblər, 51 bal və yuxarı bal toplaya bilməyiblər. Və hətta elə müəllimlər, məsələn, mənlə danışanda indi bizim söhbətlərimiz olur, deyir ki, suallar çətin idi, biz daşından mən 20 neçə bal yığmışıq da. Taş adam 25 ilin müəllimidir. Və mən bu tərəfdə birbaşa olaraq tamamilə Təhsil Nazirliyini dəstəkləyirəm. Adam 25 ilin müəllimidir və fərzi ibtidai müəllimidir. Və zəmbil sözünü yaza bilmirsə, bilirsiniz, zəmbil sözünü yaza bilmirsə, nə bilim mən, şaftalı sözünü yaza bilmirsə, ambar sözünü yaza bilmirsə, bu çox ciddi problemdir, bilirsiniz necədir? Məsələn, mən valideyn olaraq tam dəstəkləyirəm ki, bunlara qarşı çox ciddi o tədbirlər görülməlidir müəllimlərə qarşı. Çox ciddi tədbirlər görülməlidir. Nəyə görə? Adam 25 il sən bu vəzifədə işləmirsən, düzdür? Bir vicdani hiss var da, vicdani məsələ. Mən həmin müəllimlərə sual edirəm. Məsələn, buradan bu tribundan deyirəm ki, soruşuram. Siz razı olarsınızmı? Sizin övladınıza sizin kimi müəllim dərs etsin. Məsələn, mən valideyn olaraq razı deyiləm. Mənim övladıma savadsız müəllim dərs etsin. İbtidai səviyyədə də, yuxarı səviyyədə də. Və mən valideyn olaraq həqiqətən çox deyim ki, çox ciddi məsələn bu, məsələn, bizim övladlarım mənşədə dövlət liseyində oxuyur. Onlara qarşı da tutaq ki, edirəm, direktordan tutmuş müəllimlərə qədər də o çox ciddi məsələn tövsiyələr edirəm. Deyirəm ki, tutaq ki, yüklənmə bu qədərsə bunu aşağı saldım və s. Və nəyə görə deyirəm bu məsələləri? İstənilən bir müəllim bu öz məsuliyyətini dərk etməlidir. Və kim ki deyir ki, orta məktəblərdə maaş aşağıdır, düz ifadə deyil. Razı deyilsiniz. Razı deyiləm. Məsələn, mən bir sizə bir məqam deyim. Azərbaycanda hazırda özəl orta məktəblərinin, hətta böyük qismində dövlət orta məktəblərində də, dövlət ali məktəblərdən danışıram. Özəl ali məktəblərdə və dövlət ali məktəblərdə elmi dərəcəsi olan, yəni elmlər namizədi və yaxud da ki, fəlsəfə doktoru adam 800 manat, 900 manat maaş alır. Orta məktəblərdə isə ibtidai sinif müəllimlər var ki, 1500 manat, 2000 manat maaş alır. İndi gəlin müqayisə edək. Kim haqlıdır?
İbtidai sinif müəllimini yaxşı dərs keçməmək üçün daha nə lazımdır? Daha nə edilməlidir? Və hər 5 ildən bir sertifikasiya bunların maaşını artacaq. Bu tərəfləri təqdir edirsiniz Və müəyyən. digər məqamlara gəlin toxunaq. Digər məqamlara gəlin toxunaq. İndi əvvəl belə idi. Tutaq ki, potensial məktəb direktoru layihəsində mən işlədiyim üçün direktorların təyinatı ilə bağlı, hansı ki, bu layihə olub 2013, hardasa 2019, 2020-ci ilə qədər bu tətbiq olundu bu qaydada. Necə idi? O vaxt tutaq ki, direktorlara müxtəlif modullar üzrə, tutaq ki, kurikulum var idi orada, təhsildə liderlik var idi, təhsildə siyasi təhlil, təhsildə maliyyə və s. Mən təhsildə maliyyə və təhsildə siyasi təhlil modullarını tədris etmişəm. Xeyli uzun müddət. Və ondan sonra isə ikinci mərhələ artıq müsahibə olurdu. Yəni bu mərhələni keçdikdən sonra artıq müsahibə təşkil olunurdu. Mən sizə deyim ki, müsahibə əsasən qeyri-şəffaf olurdu. Çox ciddi Müsahibə qeyri-şəffaf olurdu. Bəli. Və Azərbaycanda ümumiyyətlə müsahibələr dövlət imtahan mərkəzində, yəni dövlət qurumlarının təşkil etdiyi müsahibələr də əsasən qeyri-şəffaf olub. Və eyni zamanda Azərbaycanda ümumiyyətlə müsahibə mədəniyyəti yoxdur. Ona görə müəllimlər həmişə müsahibə mərhələsindən qorxur. Bəli. Müsahibə ilə işə götürmə mədəniyyəti bizə formalaşmayıb. Bilirsiniz nədir? Yəni biz cəmiyyət olaraq formalaşmamışıq, Əminət xanım. Biz bunu anlamalıyıq. Biz tutaq ki, deyirik ki, fərz edək ki, mənim xalam qızı sabah imtahan verəcək, düzdür? Xalam qızı mənə zəng edir. Bəs mən xarakter olan insan deyiləm. Məsələn, açıq deyim sizə. Xalam qızı mənə zəng edir. Fərz edək ki, mən bir hipotetik olaraq bir nümunə çəkirəm ha. Deyir, Tural müəllim, sizin təhsil nazirində bir tanışınız varsa, bir tapın da görək. Mən sabah mənə tapşırım. Biz cəmiyyət olaraq bu gündəyik. Və biz bu şeydən biz transformasiya etməliyik aydınlanmış bir cəmiyyətə. Yəni haqqın, ədalətin, bilik və bacarıqların yəni yeganə bir vasitə olduğu, vasitəyə çevrildiyi bir sistemə çevrilmək üçün bizə illər lazımdır. Və indiki mərhələ üçün hansı vəziyyətdir? Artıq yeni qaydalara görə direktorların təyinatından bağlı sertifikasiya yüksək bal toplamış şəxslər, fərz edək ki, 51 bal və yuxarı, 51 bal yuxarı şəxslər arasından orada birinci onlayn bu seçimdir, yəni də onlar doldurmalıdırlar. Ondan sonra isə test mərhələsi təşkil olunur və sonra onlar arasında artıq yəni həmin şəxslərə daha çox üstünlük verilir onların təyinatına. Və mən bunu müsbət qarşılayıram. Mənə görə istənilən bir direktor, məktəb direktoru ilk öncə öz fənnini yaxşı bilməlidir. Və onun bir reputasiyası olmalıdır məktəbdə. Yəni istənilən bir şəxsin məktəbdə və mən onun tərəfdarıyam ki, istənilən bir məktəb direktoru o həmin yaşadığı icma onu tanımalıdır. Kənd olsun, rayon olsun, yəni yaşadığı ərazi olsun, bu lokal ərazi olsun və s. Tanımalı deyil, müsbət mənada tanımalı. Müsbət reputasiyası olmalıdır. Yəni bilik, bacarıq cəhətdən, yaxşı müəllim cəhətdən və yuxarı bu tutaq ki, sertifikasiyasında 55 bal toplayıb, 58 bal toplayıb, 60 bal toplayıb. Bu bir tanınmış bir şəxs olmalıdır orada və buna bir hörmət edilməlidir. Buna müəllimlər də hörmət etməlidir, şagirdlər də hörmət etməlidir, buna icma da hörmət etməlidir. Yəni həmin bu kənd əhalisində deyirəm və s. Və valideynlər də hörmət etməlidir və s. O cəhətdən deyirəm. Və digər məqam bu təhsilin adına keçirdiyi uğurlu məqamlardır. Pis cəhətlərini sıraladığı yaxşıları da deyək. Məqamlardan biri metodist məsələləri, məktəb metodisti məsələsi. Və bu da çox uğurlu bir layihədir və bu da yenə 51 baldan yuxarı şəxslər arasında seçilir. Bu təhsil ünsüzatı bu layihəyə başlayıb bir neçə ildir. Mən düşünürəm ki, bu da bir uğurlu layihədir. Tutaq ki, hər bir məktəbdə bir məktəb metodisti seçilir. Və o yenə də o müəllimlərin bilirsiniz də hər hansı bir fən metodisti deyirlər, məktəb metodisti də. Fən metodisti o ki, tutaq ki, hər hansı bir fənlər üzrə Azərbaycan müəllimləri var, tutaq ki, onların üzərində daha yaxşı. Belə baş müəllim düzəltmə baxa bilərəm, məktəb metodisi bir ekvivalent baxa bilərik. Digər cəhətiniz məktəb metodisi odur ki, tutaq ki, hər hansı bir məktəb üzrə metodist müəllim. O da yəni ki, baş müəllim kimi baxa bilərik. Bunlar müsbət tərəflər. Əlbəttə ki, müsbət tərəflərdir və mən həm sertifikasiyanın, həm müəllimlərin işə qəbulunun təbii ki, şəffaf keçiriləcəyi təqdirdə eyni zamanda direktorların işə qəbulunda tərəfdarıyam və bunları alqışlayıram. Bir də yeni bir sistem artıq düşünülür. Sistem deməyim, müəyyən dəyişikliklər. Məktəblərin birləşdirilməsi, şagirdlərin sayının az olduğu məktəblərin digər məktəblərlə birləşdirilməsi. Mən bu layihədə birbaşa iştirakçı olmuşam. Bu layihə başlamışdı 2021-ci ildə. Belə bir demək
təhsildə tədqiqat mentorluq proqramı var idi. Təhsil Ünsiyyəti elan etmişdi və orada bir demək layihə qalibilərindən biri də mən olmuşam. O mənim elə işlədiyim layihədir o. Yəni o layihə dediyiniz layihə demək orta məktəblərdə adam başına maliyyələşmə mexanizmi. Orada iki mövzu var idi. Bir ali məktəblərdə maliyyələşmə mexanizmi, bir orta məktəblərdə mən işləmişəm. Ümumiyyətlə Azərbaycanda bu məsələ biraz düşündürücü məqamdır və çox ciddi fəsadlar yarada bilər. Mən indi sadalayım faktları. Ümumiyyətlə dünyada bir neçə nümunələr var. Məsələn, bir nümunələrdən biri voucher sistemidir də, bilirsiniz. Məsələn, Gürcüstan onu tətbiq edir, ABŞ-da o tətbiq olunur və s. Yəni mən razıyam ki, bunun müsbət tərəflərindən biri odur ki, bu məktəblər arasında rəqabəti artıracaq. Fərz edək ki, nə bilim, mən bir neçə liseyi müqayisə edim. Fərz edək ki, Zəngi liseyi var, məsələn, Bakıda, sonra Zəkalılar liseyi var və fərz edək ki, Bakı Avropa liseyi var. Və əgər Bakı Avropa liseyi daha çox şagird qəbul etmək istəyirsə, düzdür? Təbii ki, o daha çox voucher əldə edəcək də, düzdür? Razısınız. Yəni daha çox şagird, daha çox voucher deməkdir. Yəni daha çox büdcədə maliyyələşmək deməkdir. Ancaq daha birində gəlin bu rayon və kəndlərdə nə problem yarada bilər? Məsələn, elə məktəblər var ki, kəndlərdə mən sizə deyim, orada cəmi 20 nəfər, 30 nəfər, 50 nəfər və yaxud elə var ki, 10 nəfər şagird var. Yaxşı və elə dağ kəndləri var ki, Əminət xanım, orada ümumiyyətlə qış vaxtlarında xüsusən, elə payızın sonlarında, noyabrın sonu, noyabrdan deyək fevralda 4 ay, 5 ay orada ümumiyyətlə kəndlər rayonlar arasında yoxdur. Kəndlər arasında ümumiyyətlə gediş-gəliş olmur. Yəni bunlar necə daşınacaq? Biz məktəb avtobusları sistemi deyirik də, məktəb avtobusları Bakıda işləyə bilər. Yaxşı, biz bu rayonlarda da təşkil edəcəyik, bunu xüsusən bu dağ rayonlarında. Onda hamı deyir ki, distant təhsil sistemini keçirək. Yəni digər bir nümunə kimi gətiriblər ki, distant təhsil keçirək. Yaxşı, mən digər indi bunu arqumentlə deyirəm ki, bu düzgün yarışma deyil. Nəyə görə düzgün yarışma deyil? Əsaslandırım. Həmin məktəblərdə daimi ümumiyyətlə işıq varmı? Həmin rayonlarda daimi işıq varmı? Həmin kəndlərdə daimi işıq yanırmı? Həmin kəndlərdə daimi internet varmı? İnternet xidməti. Biz onlara distant təhsillə təmin edək. Bu qeyri-bərabərliyi. Əlbəttə, bu bilirsiniz, təhsil nə olmalı? Təhsil inklüziv olmalıdır. Təhsil hamısı əlçatan olmalıdır. Düzdür? Təhsil ümumiyyətlə prinsiplərin biri bərabərlikdir, inklüzivlikdir, əlçatanlıqdır. Bunlar, bu prinsiplər təbii ki, pozulacaq. Və ümumiyyətlə Azərbaycanda bu orta məktəblə bağlı biz toxunurduq. Azərbaycanda çox ciddi bir problemlərdən biri kənd və şəhər məktəbləri arasında çox ciddi bir problemlər var, keyfiyyət problemi. Hansında daha yaxşıdır, şəhərdə daha yaxşı ders təhsili? Və mən sizə bir nümunə deyim. Məsələn, mən hansı şəhəri deyirəm? Azərbaycanda ən güclü inkişaf etmiş şəhər təhsil sistemlərindən biri Sumqayıtdır. Və ən güclü uğurlu nümunələr də orada olur. Məsələn, mən sizə deyim, Sumqayıt təhsil sistemi Azərbaycanda ən uğurlu nümunələrdən biri götürülür və Sumqayıt, Şəki və bir neçə yerlər var ümumiyyətlə Azərbaycanda. Bir də Sumqayıt, Şəki, əsasən Sumqayıt, Şəki. Və baxsaq, məsələn, statistikaya baxın, bu qəbul statistikasına. Tək qəbul demirəm. Məsələn, buraxılış 9 buraxılış nümunələri də, 11 də, eyni zamanda o qəbul nümunələri də. Ən yuxarı onlardadır statistikada. Və nə demək istəyirəm? Mənə deyir ki, nəyə görə keyfiyyətli deyil? Çünki əsasən açıq danışaq da indi. Biz kəndlərdə biz keyfiyyətli müəllimləri kəndə göndərə bilirikmi? Yetəri qədər. Mən deməzdim ki, göndərə bilirik. Mən demirəm ki, göndərik, ancaq yetərli səviyyədə deyil. Ta ki, yaxşı müəllim açıq danışaq da, fərz edək ki, bu adam repetitora hazırlıqla məşğuldur, düzdür. Yəni ki, bu adam hazırlıq görür. 10 dənə şagird götürər. 10 dənə şagird götürər. Və yaxud da ki, nə bilim mən tək repetitor hazırlıq edirdə, abituriyent hazırlığına məşğul olmaz. Liseylər hazırlıq və s. bir neçə qrupu var. Və məktəblərdə bilirik, qış vaxtlarında, kənd məktəblərində orada yaxşı olmur. Yəni gediş-gəliş çox çətindir. Sonra orada şərait yetərsizliyi var, həqiqətən çox ciddi mənada. Kənd məktəblərindəki məktəblərin özünün infrastrukturu yetərli deyil. Yəni görmüşük də, nə qədər kənd məktəbini görsə damışdı, nə bilim mən, orası dağıldı, burası dağıldı. Yəni bu ciddi problemlərdir. Baxmayaraq ki, bizdə xeyli müddətdir ki, biz məktəblərin tikintisi proqramından görürük də, 2000-ci ildən bəri, 2005-dən də, 14-dən də bəri bu ölkədə xeyli görülüb, məktəblər tikilib və s. bərpa olunub.
o nə deyirlər ona? Bir məktəblərdir, belə qısa, kompakt məktəblər. Adını unutdum. Bilə bilmirəm. Amma bir 5-6 il yəqin əvvəl olardı ki, bir xanım var idi. Dedi ki, ucqar məktəblərdən birinə müəllim olaraq təyin olmuşdum. Getdim, gördüm məktəb yoxdur. Yəni bina yoxdur. Əlbəttə yerində. Aydın məsələdir. Belə bir problemlərimiz var. Çoxdur o problemlər. Bəli. Son olaraq Tural bəy, bizi izləyənlərə, hər kəsə bir-iki stakeholderlar dediniz burada. Təhsil Nazirliyi, valideynlər, müəllimlərə kimə nə deyərək yekunlaşdırmaq istəyirsiniz Aha. bugünkü görüşü? Yekun olaraq mən nəyə qeyd etmək istəyirdim? Onu qeyd etmək istəyirəm ki, bu ölkə hamımızındır. Bunu biz anlamalıyıq. Biz bir vətəndaş məsuliyyəti anlamalıyıq ki, biz hamımız çalışmalıyıq ki, biz təhsil sistemimizi düzəldək. Təhsil sistemimizi düzəldək. Və Təhsil Nazirliyi bilirsiniz hansı vədə gəlib çıxıb? Təhsil Nazirliyi. Təhsil Nazirliyi onu haqlı tənqid edib, haqlı həll yolları görən insanları özünə düşmən hesab edir. Bilirsiniz necədir? Və mən adını çəkməyəcəm. Siz o şəxsi tanıyırsınız, mən də tanıyıram. Bir də müzakirə gedirdi. Bu Təhsil Nazirliyi yüksək vəzifəli bir şəxslə biri Facebookda müzakirəsindən danışıram. O dedi ki, təhsil ekspertlərini, o təhsil eksperti ifadəsindən mən xoşum gəlmir. Təhsil mütəxəssisi deyək də belə. Təhsil mütəxəssislərini təhqir etmək lazım deyil. Və tənqid etmək, haqsız yerə tənqid etmək lazım deyil. Onları çağırmaq lazımdır. Onlara bir maliyyə ayırmaq lazımdır. Və demək lazımsa gedib filan sayını araşdırıb gətir. Və bizdə Təhsil Nazirliyində daha da əsaslı qərar verməyə yönəlmiş heç bir qərar yoxdur. Tədqiqata yönəlmiş heç bir qərar verilmir. Bilirsiniz, bizə necə verilir qərarlar? İntuitiv. Onlar çünki tədqiqatlar hələ indi inkişaf etməyə başlayır. Yox, mən sizə bir şey deyim. Təhsil Nazirimizin brifinqlərinə baxın siz. Yəni ki, izləyirsiniz brifinqlərini. Brifinqlərində deyir ki, bizim tədqiqatlarımız göstərir ki. Mən sual edirəm. Hansı tədqiqatlar? O tədqiqatlar hardadır? O tədqiqatlar niyə heç biri Təhsil İnstitutunun saytında publik deyil? İctimai şəkildə elan olunmuyor. O tədqiqatlara həqiqətən əsaslanıb bir qərarlar verilirmi Azərbaycanda? Mən əminəm ki, yox. Azərbaycanda ciddi təhsil sahəsində tədqiqatlar aparılmalıdır. Və Azərbaycanda ən ciddi beynəlxalq praktikada ölkələrin müqayisəsində təhsil müqayisələrindən istifadə olunan biri PISA-dır, yəni bilirsiniz. Xüsusən 15 yaş şagirdlər arasında aparılır. Riyazi mühakimə, elmi savadlılıq və oxuyub anlama. Azərbaycanda bilirsiniz, nəticələr çox aşağıdır. Əlbəttə. Aşağıda bizdə nəticələr. Və orada nəticə necə dəyişir? Mən onun bir qısa müqayisə edim, yekun vuracam. Fərz edək ki, bir şey var, əldə orta var. Əldə ortamız götürmüşük biz 240. Və sizin o 240 göstəricisindən 40 vahid aşağı olmanız onu bildirir ki, orada 20 bal aşağı olmaq 1 il aşağı olmaq anlamına gəlir. Yəni 240 əldə ortadır. 240-da yox, 200 də olmanız anlamına gəlir ki, Azərbaycan şagirdləri fərz edək ki, 9-cu sinif şagird səviyyəsində deyirlər, da ki, bütün dünya üzrə 7-ci sinif şagird səviyyəsində qavrayıblar. Bilirsiniz? Yəni 40 ballıq şkala üzrə baxsaq, yəni 20 bal şkalası 1 ildir. Da ki 60 bal aşağı qalsaz 3 ilə bərabərdir. Fikrimizi ayıda bildim yoxsa yox? Və Azərbaycanın göstəriləri oxuyub savadlı, oxuyub anlamada da çox aşağıdır. Elmi savadlıqda da çox aşağıdır. Bizdə indi nisbətən bir vəziyyət riyaziyyatda nisbətən bir şey olmayıb. Və biz bunları düzəltməliyik. Biz həqiqətən özümüzü dünyaya inteqrasiya etmək istəyiriksə, biz həqiqətən mən belə deyək də, dünya inkişaf etmiş dünya mədəniyyətindən, dünya sivilizasiyasından geri qalmaq istəmiriksə, hansı ki biz artıq hansı dövr yaşayırıq, süni zəka dövründəyik də, düzdür? Süni zəka mədəniyyətindən, dünya sivilizasiyasından geridə qalmaq istəmiriksə, illər boyu geridə qalmaq, zaten biz geridəyik. Və mən özümüzü, biz dünya olaraq,
ölkə olaraq özümüzü dünya sivilizasiyasından ən az 50 il geridə sayıram. Təhsil cəmiyyəti, təhsil səviyyəsindən deyirəm ha. Və biz özümüzü əgər inkişaf olmasa, bizə tərəqqi olmasa, valideynlərin baxış bucağı dəyişməsə, Təhsil Nazirliyinin sistemə baxış bucağı dəyişməsə və hər şey belə bu onu tənqid, o bunu tənqid. İndi bilirsiniz hansı səviyyə yaranıb? Gör o səviyyə yaranıb ki, bizdə Əminət xanım, uşaqlar birinci sinifdən hazırlığa gedir. Valideynlər baxış bucağı dəyişməlidir. Bilirsiniz, valideynlər elə bil ki, bu yarışa çeviriblər, marafona çeviriblər. Ta ki, sizin övladınız nə mən, ta ki, fərz edək ki, filan olimpiyadada nə mən 58 bal toplayıb, mənimki 57 bal toplayıb. Bu valideyn üçün böyük bir fəlakətdir. Uşaqlara nəyi öyrətmək lazımdır? Həyati bacarıqlı öyrətmək lazımdır. Rəqəmsal savadlılığı öyrətmək lazımdır. Ailə büdcəsinin idarə edilməsini öyrətmək lazımdır. Sonra empatiya bacarığını öyrətmək lazımdır. Azərbaycanda mən deyirəm ki, indi bu bayaq dediyiniz kurikulumu niyə bəyənmirsiniz? Mənim təhsil aldığım dönəmdə, yəqin ki, sizin də Azərbaycanda 3 dənə fən var idi, onlar indi yoxdur. İnsan və cəmiyyət, konstitusiya, iqtisadiyyat. Mən təklif edirəm ki, həmin 3 fən mütləq qaytarılmalıdır Azərbaycanın orta təhsil sisteminə. Və olmazsa olmazdır o fənlər. Çünki hər bir insan öz hüquq və vəzifələrini bilməlidir. Şagird olaraq yetişəndə, bu 18 yaş gəncsən, 17 yaş gəncsən, bu insan fərd olaraq bu öz hüquq və vəzifələrini bilməlidir. Bilməli ki, bu necə davranmalıdır cəmiyyətdə. Xəbəriniz var ki, nələr baş verir. Gəlir, tələbə gəlir, otura bilmir, üzr istəyirəm. Bu bilmir ki, bunun hüququ nədir ümumiyyətlə, bunun vəzifəsi nədir? Bu nələri etməlidir? Və biz sistem olaraq, yəni valideyn, cəmiyyət, məktəb, istənilən bir məktəbin ekosistemi nədir? Məktəb, valideyn, demək, müəllim, valideyn, bir də şagird, müəllim, valideyn, şagird. Bu ekosistem düzəlməsi üçün nələr lazımdır? Cəmiyyət düzəlməli ki, bu düzəlsin də, düzdür. Cəmiyyətin düzəlməsində nələr lazımdır? Maariflənmək lazımdır. Bu hamısı domino effekt kimi bir-birinə bağlıdır da. Domino effekt kimi nə lazımdır? Demək ki, sistem düzəlməlidir də. Təhsil Nazirliyi normal bir sistem qurmalıdır. Yəni, yalnız şeydən ibarət olmalı deyil, məktəbdən ibarət olmalı deyil, kitablardan ibarət olmalı deyil. Kitabların bir onlayn versiyası olmalıdır. Ömür boyu öyrənmə sistemi qurulmalıdır. Həyati bacarıqları fokuslanmış. Biz çox geridə qalmışıq, Əminət xanım. Biz çox ciddi və fəlakətli illər gözləyir. Azərbaycan 2030 Cənab Prezidentin təsdiq etdiyi inkişaf konsepsiyası var. Biz ona nail olmaq üçün nələri etməliyik? Və Azərbaycan 2020 kimi yenə bir kağız üzərində qalacaq Azərbaycan 2030 inkişaf konsepsiyası. Və biz ona doğru gedirik. Artıq cəmi 4 ilimiz qalıb. Bu qədər. Hamıya uğurlar. Tural bəy, təhsillə ölkəyə və bu cəmiyyətə bu qədər ürəkdən yandığınız və yanaşdığınız üçün sizə təşəkkür edirəm. Çox sağ olun, var olun fikirlərinizə görə. Gəldiyiniz üçün də çox sağ olun, təşəkkür edirəm. Minnətdaram sizə. Özünüzə yaxşı baxın, hələlik növbəti videolara dək.